Sumqayıt şəhər polis idarəsi Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən reyd keçirilib. Şəhərin bütün istiqamətlərində təşkil edilən reyd zamanı 20-dən çox avtomobil saxlanılıb. Bir neçə avtomobil cərimə meydançasına aparılıb. Reyddə polisin dur əmrinə tabe olmayan sürücülərə də rast gəlinib. Saxlanılanlar arasında daha çox təhlükəsizlik kəmərindən istifadə etməyən, idarə etmə hüququ olmadan sükan arxasında əyləşən, avtomobilin konstruksiyasında dəyişiklik edən, plyonka ilə avtomobil idarə edən sürücülər də olub. Qayda pozuntusu aşkarlanan avtomobillərin sürücülərinə İnzibati Xətalar Məcəlləsinə uyğun yerindəcə protokol təyin olunub. Məlumat üçün bildirək ki, keçirilən reydin əsas məqsədi sürücülərin yollarda təhlükəsizliyini təmin etmək, bununla yanaşı avtomobillərin konstruksiyasında əlavə dəyişiklik edən, avtomobil idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməyən, görməni məhdudlaşdıran pərdə və plyonkalardan istifadə edən, idarə etmə hüququ olmadan sərxoş halda sükan arxasında əyləşən sürücülərə qarşı olub. Bu kimi reydlər ümumi olaraq davam etdiriləcək. Şəmsdən Fikrətli, Elbrus İsmailov, Dünya TV.